Bismillahirrahmanirrahim. Rabbimiz sənin izdin və yardımınla başlayırıq. Mübarək Qur'anının çevirməsinin qirayətinə qəbul et bizdən. Artır elmimizi, biliyimizi müqəddəs Qur'anının vasitəsilə. Dillərimizi sənin şükrün və zikrinlə rəvan et. At qəlbimizə o şeyləri ki, cəhənnəm əzabından nicat verər bizlərə. Qəlbimizdəki kin, küdürət, paxıllıq, təkəbbürlük və sənin xoşuna gəlməyən şeyləri silib atmaqda bizim üçün yardım et. Rəbbimiz, əgər o məqama çataraq, Rəbbimiz, əgər o imanımız olarsa, sənin yolunda ölməyi bizlərə nəsib elə, ya Rəbbin aləmin. Bir daha Rəbbimiz, sənin isminlə. Allahın salamını, sülhünü, əmin-amanlığını diləyirəm. Bütün İbrahim oğullarının, Adam oğullarının və kim ki bizlərə buradan baxırlar, Allaha xatir ki, bizləri dinləyirlər. Bir də salam olsun onların da üzərinə ki, ədəb-ərkanla bizləri dinləyirlər və bizlərə qulaq asırlar. Allahın nazil etdiyi mübarək Qur'anın çevirməsinin qirayətindən dinləsinlər, duysunlar, eşitsinlər ki, Allah insanlar arasında nə hökm edir. Və Allahın bizlər üçün nazil etdiyi mübarək Qur'anda müəllifi Allah olan bir kitabda olan hökmlər nələrdir? Bir daha Allahın ismi ilə. Keçən dəfəki çıxışlarımda inşallah qalmışdım. Bəqərə surəsinin 29-cu ayəsini qirayət etdik və vaxtımız tamam oldu. Və bir də bugün Allah minnət qoydu üzərimə ki, bugün də qaydaq, yenidən cihada, yenidən Allahın yad olunmasına. Rəbbimiz, pənah aparırıq sənə qarşımıza gələn insanlardan və cinlərdən olan şeytanların şəhərindən, vəsvəsəsindən. Bir daha Rəbbimiz, sənin isminlə. O odur ki, xəlq etdi sizin üçün ərzdə nə varsa cəmiyyən. Sonra üst tutdu tərəfinə səmanın və bərabər etdi onları 7 səmalar və o kül şeylə alimdir. Və onda dedi Rəbbim mələklər üçün. Həqiqətən mən edəcəyəm ərzdə xəlifə. Dedilər, edəcəksənmi o kəsi ki, fəsad edər orada və tökər qan? Biz sayırıq həmd ilə səni və müqəddəs tuturuq səni. Dedi, həqiqətən mən bilirəm onu ki, siz bilmirsiniz. Və bildirdi adama isimlərinin küllü onların. Sonra ərz etdi onlar üçün mələklərin və dedi, ərz etdi üzərinə mələklərin və dedi, xəbər verin mənə isimləri ilə bunların, əgər oldunuz sadiqlər. Dedilər, sayılan sənsən, yoxdur elm bizim üçün, ancaq nəyi ki bildirdin bizə, həqiqətən sən alimsən, həkimsən. Uca Rəbbimiz mələklərlə danışıb, insanlar arasından xəlq edəcəyi, qaldıracağı xəlifə haqqındakı bir diyalogu burada bizə göstərməklə Allahı əstağfurullah, mələkləri Allahı uca tutduqlarını, həmd ilə saya saldıqlarını mələklər Allaha müraciət edir. Və sonra Allahın təkbir göstərməsi ilə onlar Allahın ayəsi qarşısında, Allahın sözü qarşısında və boyun əyir deyirlər ki, biz bilmirik, sən bilirsən, sən öyrətdiyindən başqa biz heç nəyi bilmirik. Şükür Allahın böyüyündən. Bugün də qalxmış İbrahim oğulları və bu əsrimizdə, keçən əsrin axırları, bu əsrin əvvəllərində təsadüf eləmiş Allah rəsullarının qalxması bugün Allahın izni ilə ki, çıxıb bu günləri bütün gün 24 saat dayanmadan Allah zikr olunur. Yenə azdır. Təbii ki, bu günləri Allahın onsuz da yad edilması, hər hansımızın üzərinə minnət qoyulursa ki, bugün Allahın yad olunmasına sən cəhd edəcəksən. Təbii ki, qardaşlarımızın hamısının buna
demək olar ki, istəyi böyükdür. Buna Allahın təriflənməsi üçün artıq zaman, vaxt, sona qədər ömrümüz, sona çatana kimi inşallah bizim nə onu çatdıra bilərik Allahın həmdini, şükürünü. Çünki aldığımız hər bir nəfəsdə, atdığımız addımda, evimizdəki ruzi, bərəkət, paçlıq, təmizlik, hər bir şey üçün biz Allaha sonsuz sayda şükür edirik. Çünki bunları bizim üçün bəxş edən Allahdır. Və bu günləri başlanğıçda yenə də bu ayələri başladım da daha doğrusu buradan. 2-ci surənin 2-ci ayəsini nəzərə bizim artıq qardaşlarda bu hər kəs bilir ki, 2-ci surənin 2-ci ayəsində Allah dediyi üçün ki, bu kitab şübhə yoxdur onda. Və onun üçün də elə mən Allahın bu kitab dediyi kitabdan Allahın əmrlərini tilavət edəcəm inşallah və Allah öyrətdiyi qədər danışacam. Və bildiyim qədər, hansı ki Allah nə qədər öyrədir, nə qədər mənim imanım var və Allah mənim o imanımın qarşılığında nə qədər öyrədibsə, mən o qədər danışacam. Əgər mən təbii ki, çıxışlarım zamanında mən küfrə, bilməməzlikdən küfrə, şirkə, səhvlərə yol verə bilərəm. Bu mənim özümdən ola bilər. Bu mənim, çünki Allah Teala Quranda deyir, pisliklər sizdən, yaxşılıqlar Allahdandır. Hansı ki, məndən, ağzımdan çıxan bir küfür varsa, bilməməzlikdən və bunun üçün də Quran qirayətindən sonra ki, hansı ki, bizlər tilavət edirik ki, Rəbbimiz unutduqda və yanıldıqla bizi cəzalandırmaq. Və o ayəyə bir də qayıdıram ki, Rəbbimdən acizanə şəkildə yalvarıram ki, unutduqda yaxud yanıldıqda məni cəzalandırmasın və öyrətsin mənə, necə ki öyrətdi məndən qabaqçılara. Dedi, ey adam, xəbər ver onlara isimləri ilə onların, amma elə ki xəbər verdi onlara isimləri ilə onların, dedi, demədimmi sizə həqiqətən mən bilirəm qeybin, səmaların və ərzi, bilirəm nə ki aşkar edirsiniz və nə ki oldunuz gizlədənlər. Allahın böyüklüyünə sonsuz sayda şükürlər olsun ki, Allah bir daha, və bunu biz bilirik ki, hansı ki 58-ci surənin 7-ci ayəsi və hansı ki o ayə ki gözlər onu dərk etməz, o gözləri dərk edər. 58-ci surənin 7-ci ayəsində Allah yanımızda olduğunu təsdiq edir və gözlərimiz onu dərk etmir, o bizi dərk edir. Gözlər onu dərk etməz, amma o gözləri dərk edər. Yanımızda olmağının ikinci sübutudur ki, Allah Teala bizim yanımızdadır, amma gözlərimiz onu dərk etməz, edə bilməz. Amma Allah bizi dərk edir. Şükür Allahın böyüyünə ki, Allah hər şey, küllü şey üzərində qadirdir. Və bugünkü çıxışlarımızda inşallah istəyirsə Allah möhlət verdikcə, Allah öyrətdikcə inşallah Quran ayələrinin tilavatında inşallah gələn öyrətmələrdən, hansı ki Allah izin verəcək o haqda bildiyim qədərindən danışacağım inşallah. Və onda dedik, biz mələklər üçün səcdə edin adam üçün, səcdə etdilər. Ancaq iblis iba təkəbbürlük etdi və oldu kafirlərdən. Allah burada açıq, net şəkildə təkəbbürlük edənləri Allah Teala sevmədiyini göstərir. Təkəbbürlük Allaha yaraşır. Çünki ərzi və səmaları və onlar arasında olanların sahibi, mülk sahibi olan Allahdır. Təkəbbürlük ona yaraşır. Və dedik biz, ey adam, sakin ol, sən öz zövcün, sən və zövcün cənnətdə və yeyin ondan, qida heysiniz istəyən və olmayın bu ağaca yaxın və olarsınız zalimlər. Allah Teala ilk dəfə seçdi, insanlar arasından ki bir adam övladı qaldırır, öz xəlifəsi edir, öz rəsulu edir və hər kəs qarşısında Allah Teala'nın hökmü var ki, rəsullar da xəta edə bilərlər. Hansı ki Quran ayəsində gördüyümüz kimi Allah Teala Quran ayəsində deyir, biz bu Quranı sənə nazil etdik ki, keçmiş, bugünkü və gələcək günahlarını əfv edək. Allahın böyüklüyünə şükürlər olsun. Günahsız, səhvsiz olan yeganə Allahdır. Bugün
adlar qoyulub, filan kəslər günahsız olub, o birisilər günahsız olub, onların səhvi olmayıb. Estağfurullah. O şeylər Allaha məxsus olan sifətlərdir ki, pakdır, müqəddəsdir, sübhandır. Zəlil etdi hər ikisini şeytan ondan və xaric etdi hər ikisini nədən ki oldular orada, dedik biz. Düşün, bəziniz üçün ədavətlə, sizin üçün ərzdə qərar tutacağınız yer və mətah tərəfinə müəyyənin və təlqin aldı adam Rəbbindən kəlamatları və tövbə etdi. Yəni, qayıtdı üzərinə onun, həqiqətən o tavvabdır, rəhimdir. Rəbbimiz qaldırdı, xəlifələr seçdi və xəlifə yaratdı və ona adam səviyyəsinə qaldırdı. Adam etdi. Hansı ki, Allahın qadağa qoyduğu şeylərə toxunuldu, Allah adamlıq səviyyəsindən, enin ərzə, enin o səviyyədən sonra da qayıtdı, adam kəlmələr öyrəndi, Rəbbindən yalvarış istədi və Rəbbi dinlədi. Şükür Allah, bugün də biz bir xətalar eləyəndə, bir səhvlər eləyəndə öyrənirik. Allaha yalvarış qaydalarını Allahın hüzurunda acizanə şəkildə edir. Və elədiyimiz səhvlər üçün Allahdan bağışlanma deyirik ki, bizi qaldırdığı o məqama bir də yüksəlsin. Allah bizlərə verdiyi bu möhlət ki var, bu keçid dövrü ki var, keçirik biz. Hansı ki, yaradılış və ölüm. Rəbbim müraciət buyurur ki, yaradılış və ölüm sizi sınamaq üçündür. Bu arasında, bu iki məsafə arasında biz sıxılırıq. Atdığımız hər bir addım, aldığımız hər bir nəfəs Allaha tərəf müraciətləyir. Allaha tərəf gedirik. Və bugün qiyamət, indi bir göz qırpımında əgər qiyamət qoparsa, əllərimizdə olan əməllərimizlə gedirik. Yəni bu günləri bütün bizim burada çıxışlarımızda bir məqsəd var. Həm özümüz üçün Allahı yad edirik. Sonsuz sayda şükürlər olsun Allahın böyüklüyünə. Həm də biz hərisiz ki, eşitsinlər bizləri və dönsünlər, o ot kənarından gəlsinlər Allaha tərəf. Çünki Allah rəhimli və mərhamətlidir. Hansı ki, Allah buyurur ayədə ki, siz ot kənarındaydınız, biz sizə oradan nicat verdik. Allahın böyüklüyünə şükürlər olsun. Bugün şək şübhə olmayan və bütün hökmlərini açıq aşkar, kamil, asan, nazil edən Rəbbimiz rəhimli və mərhamətlidir. Allah zülümkar deyil ki, mən oxumalıyam minlərlə kitablar, hədislər ki, Allaha tərəf yol tutub gedə bilər. Hansı ki, bugün insanları dəhşətli dərəcədə küfrə sürükləyən o şeytanın namələri ki var insanların əllərində, Allahın kitabına bərabər deyirlər, ola da bilməz. Amma insanlar bugün onlardan aldıqları fitvalarla insanlar qətl edirlər. Cihad edirlər haqq cihadla. Şükür Allahın böyüklüyünə. Bu ayədən 2. Surə 38-ci ayəsindən davam edəcəm inşallah. Allah, mən sadəcə ona bunu, əgər dinləyən varsa kənardan onlar bilirlər. 23. surənin 78-ci ayəsində ki, Allah buyurur, cihad edin Allah yolunda haqq cihadla. Haqqa axtarırlar hədislərdə ki, haqq nədir? Yaxşı. Biri ölüm fitvası verir, biri nə bilim, Allahın ərzi geniş olar. Gedin Allaha ibadətlə məşğul olun, Allaha itaətlə məşğul olağın. Öz günahlarımızın bağışlanmağını istəyəyin Allahdan. Ki, biz rəhm olunanlardan olaq. Sən məni məcbur edəcəksən ki, sən bu cür inanmalısan. Bu cür inanmasan, sən məni qətl edəcəksən. Allah deyir, çalışın Allah yolunda haqq cihadla. Biz axtardıq Quranda haqqı axtarmaq üçün. 47-ci surənin 2-ci ayəsində Allah haqqın adını çəkir. O kəslər ki, inanırlar və əməlləri salihdir. Və inanırlar nə ilə nazildir Məhəmmədin üzərinə? O haqdır Rəbbinizdən. Allah 22-78-də cihad eləməyi və haqq ilə cihad etməyi göstərir. 47-ci surənin 2-ci ayəsində haqq nə olduğunu deyir. Yaxşı, mən götürüm bunu, haqqı gedin, başqa yerdə axtayalım, görün. Allah burada 47-ci surənin 2-ci ayəsində haqqı səbdə etmə, yox, mən gedib insan öldürüb, qətl eləməliyəm. O, Allaha məxsus olan işlərdir. Allah o hökmləri verə bilər. Allahın hökmündədir və Allahın əmri ilə can alan, hansı ki, Allahın əmrinə itayət eləyən
öz mələklərdən olan qoşunlarının, onların vəzifəsidir Allahın izni ilə. Onlar can alar, onlar həyat vermək də Allaha məxsusdur. Şükür Allahın böyüklüyünə. Bunu xüsusi olaraq qeyd elədim ki, yəni son vaxtlar məni ən çox narahat edən şey odur ki, Allaha qarşı müraciət edə biz başqa fəsadlar törədilir artıq. Mən də sadəcə öz növbəmdə məni eşidən, kənardan dinləyənlər, öz qardaşlarımıza, şükür Allahın böyüklüyünə, bu şeylərdən hər gün deyilir. Bu toplanmalardan, bu cəmlərdən ki, hansı ki fəsad var, qan tökülür, bizə aid deyil onlar. Biz öz əməllərimizi islah edib Allaha tərəf müraciət edirik. Qorxumuz yalnız Allahdandır, ölümdən belə qorxmuruq, çünki bəli, o gün xütbələrdə hər gün deyilir, ölüm Allah deyil. Biz onun üçün Allahdan qeyrisindən qorxmuruq, nə də ölümdən qorxmuruq. Amma ki, bütün fəsadlarda hansı ki orada qan tökülür, hansı ki orada fəsad törənir, bizlər o yerdə yoxuq. Çünki Allah mərhamətli və rəhəmlidir. Və Allah bir neçə yerdə deyir ki, fəsad etməyin ərzdə, qan tökməyin. Amma bu sözləri kənara qoyub, başqalarının risalə və hədisləri ilə yol gedir, Allaha tərəf qanlı bir şəkildə müraciət edirlər. Allah o sifətlərdən uzaq və paçdır. Dedik biz, düşün oradan zəmiyyən, nə vaxt gəlsə sizə məndən hidayət və kim tabi olarsa hidayətəmə yoxdur xof üzərində onların və olmayacaqlar üzündür. Həmd olsun Allahın böyüklüyünə. Və Allahdan bugün bizlər üçün hidayət gəldi. Biz düşmüşdük o məqamdan. Biz o məqamdan düşmüşdük, hansı ki yol tutub gedir ata-babalarımızın yolu ilə. Biz artıq o məqamda deyildik və Allahdan bizə hidayət gəldi. Allahdan bizə hidayət gəldi. Kim tabi olarsa hidayətinə, biz tabi olduq Allahın hidayətinə. Göstərdi bizə Allah, artıq nə dərəcəli yol düz gedəcək. Əməl dəftərlərimizə bu günləri nələr yazılırsa, bizdə qiyamət günündə öz əməllərimizdən hazırlanmış o dəftər ki, bizim əlimizə veriləcək ki, buyurun, orada ki, hansı ki, nə əməl edibsiz, onlar özümüz öz əllərimizlə yazdığımız kitabda və biz, əgər küfrümüz, Allaha qarşı küfrümüz, şəriyimiz olubsa, elə öz əməllərimiz bizi cəhənnəmə sürükləyəcək, əgər Allahla düz olmasaq. Və o kəslər ki, kafir oldular və yalan saydılar ayətlərimizlə bizi, həmin onlar əsabıdırlar odun, onlar orada həmişəlişdirlər. Allahın böyrünə şükürlər olsun. Ayələrin hər birindən danışmaq olar saatlarca. Danışmaq olar Allahın ayələrindən saatlarca. Çünki və o kəslər ki, kafir oldular, Allah deyir ki, ayətlərimizlə və yalan saydılar bizi. Görəsən, risalə və hədislər Allahın ayətləridirmi? Allahın ayətləri budur ki, biz tilavat edirik. Məhəmməd sallallahu aleyhi ve sellem, Allahın salamı olsun ona, ailəsinə, doğulduğu gün, öldüyü gün və qalxaraq Allaha tərəf müraciət edəcəyi gün, salam olsun üzərinə. Məhəmməd əleyhissalam üzərinə nazir olmuş Qur'anla, Allahın sözləri ilə biz yol tutub gedirik. Gərək ki, Allahın ayələrinə kafir olmayaq və yalancı saymayaq ki, bu ayələr ağırdır, çətindir, biz bunu başa düşmərik. Rəbbim 54-cü surədə bir neçə yerdə, 4-5 yerdə səhv eləmirəmsə deyir, bu Qur'ana asan etdik, ibrət alan varmı? Şükürlər olsun Allahın böyüklüyünə. 44-cü surədə, səhv eləmirəmsə 5-ci surədə Allah deyir, kim Allahın indirdiyi ilə hökm etməksə kafirdir, münafiqdir, fasiqdir. Şükür Allahın böyüklüyünə. Biz Allahın indirdiyi ilə özümüz çalışırıq, əməl edək və hökm edək. Şükürlər olsun. Bu günləri biz Allah rəsulları qəbul etmişik və inanan cərgəsindəyik biz. Şükür Allahın böyüklüyünə olsun. Və Allah Taala əmr edir. Rəsulda sizin üçün ibrət var. Mən bugün qəbul etdiyim rəsullar davranışlarına baxıram. Və onlar nəyi hükm edirsə, qan tökməyin, fəsad etməyin, fəsaddan kənar olun. Və mən baxdım bu mərhələləri bunlar 14 il bundan qabaq artıq keçiblər. Döyülüblər, söyülüblər, yerlərindən çıxarılıblar. Amma qan tökməyib, fəsaddan kənar olublar. Bunlar bizə dediklərini özləri əyani şəkildə yaşayıblar. Görəsən,
sizə bugün gedin, öldürün, partladın, dağıdın deyənlər o əməlləri edirlərmi görəsən? Allahın nazil etdiyi Qur'anda fəsad etmək, qan tökmək yoxdur. Bugün düşünün, əmr sahib, sizin üzərinizdə başqa o risalələr, hədislərdən ki danışılır, oralardan ki fitvalar alırsınız. Ora yazılan, o yazan müəllifi kimdirsə mən bilmirəm o hədis risalələrini, çünki minlərlə, onun bəlli deyil. Bir-birini də təksib edirlər. Onlar görəsən sizə hökm elədiklərini özləri edirlərmi? Amma bizə öyrədilənlər Allah tərəfindən ilk növbədə və sonra da Allahın yerdə, ərzdə xəlifə etdikləri rəsulları tərəfindən bizə nə deyilirsə, ilk növbədə onlar özləri yaşayırlar. İkrah olmasın deyə və inanın Allah ilə və onların rəsulları ilə, kafir olmayın. Bugün görərlər ki, burada verilən hər hansı bir tövsiyə ilk növbə özləri tərəfindən yaşanılır. Və onlarda bizim üçün ibrət var. Allahın böyrüyünə şükürlər olsun. Ey İsrail oğulları, zikr edin neymətimi, hansı ki neymət vermişəm üzərinizə sizin və vəfa edin əhdimlə. Vəfa edin əhdinizlə və təkcə mənə vahiməlik, mənə. Şükür Allahın böyrüyünə. Rəbbimiz yenə də bu ayədə də açıq, aşkar göstərir ki, qorxun təkcə məndən və qeyrisindən çəkinməyin. Sizin üzərinizə neymət vermişəm. Allah burada İsrail oğulları deyirsə. O demək deyil, mən görmürəmmi ki, bugün Allah Taala öz neymətini mənim üzərimə nazil edir. Mən rəsulla bir yerdə yol tutub gedirəm. Mən Allahın rəsulunu qəbul etmişəm və o bizim aramızda yaşayır. Bu gözəlliyi yaşamaq üçün, bu gözəlliyi görmək üçün gərək ki, qəbul edəsən ki, Allahın rəsulları haqdır və Allahın ayətləri ilə yalan saymayasınız. Vay o gündən ki, sorğu-sual olunacaqsınız. Mənim üzərimə, mən 3 il bu dinə gəlməzdən əvvəl 3 il oxuduğum Quranda gördüyüm tərcümələrdə oxudum, hansı ki, o vaxtları ki, tərcümələr 4-5 il bundan qabaq ki, tərcümə var idi. İndi də var, şükür Allah, bizim üçün fərqi yoxdur. Oradan da oxuyuruq, buradan da oxuyuruq. Allahın Quranda dəyişiklik yoxdur. Həmd olsun Allahın böyüklüyünə. Yəni, oradan mən rəsulların varlığını və bizim içərimizdə olduğunu Allah göstərir. Necə kafir olursunuz? Bir halda ki, Allahın ayətləri sizin üzərinizə tilavat olunur və onun rəsulu sizin içinizdədir. Allah Taala'nın əgər hamı qəbul edir ki, Quran qiyamətə qədər hökm edəcək. Hökm edir Allah bu ayəni. Necə kafir olursunuz? Bir halda ki, Rəsul sizin aranızdadır və üzərinizə tilavat olunur Allahın ayələri. Getdi 1400 ildə Allah. Şükür Allahın böyüklüyünə. Müraciət edirlər. Bir bazı tarixə baxın, geriyə gedin. Görün, nələr yaşanıbdır. Biz geriyə baxmışdıq ki, od kənarındaydı. Nələr yaşanmışdı? Biz orada bir dənə ayəni, inşallah Allahın izni ilə o ayəni tilavat edeyim inşallah. Şimdi surə 100. Bu ayəni mən dedim. Sadəcə olaraq şübhədə oluram ki, bizdən səhv deyirəm. Və necə kafir olursunuz bir surətdə ki, Allahın ayətləri sizin üçün tilavat edilir və onun rəsulu sizin içinizdədir. Kim yapışarsa Allah ilə fəqət hidayət olunur tərəfinə, yolun düzünü. Artıq Allahdan ilk istəyimiz ki, Rəbbimiz yönəlt bizi yolun düzünə, Allah göstərir. Kim Allah ilə yapışarsa möhkəm, o yönələr yolun düzünə. Və inanın nə ilə nazil etmişəm, təsdiq edəndir nə ki sizinlədir. Və olmayın əvvəl kafir ona və alver etməyin ayətlərimizlə az qiymətlə və təkcə mənə təqvalılıq mənə. Allah Taala bir daha müraciət edir ki,
olmayın onları inkar edənlərin əvvəlincisi. Qorxun, mənə qarşı təqvalı olun. Allah təqvalılıq, kim təqvalı olarsa, Allah cənnət verir. Kim Allaha layiqincə şükür eləyərsə, Allah cənnət verir. Amma haradasa fəsad törətmək, qan tökmək, Allah cənnət vermir. Ki, falan kəsə öldürsən cənnətə gedəcəksən. Estağfurullah, sən kimizə öldürmək üçün fitva aldın və yaxud verdinsə, sən Allahlıq məqamında görürsən özü. Allah o sifətlərdən uzaqdır. Həmd olsun Allahın böyüklüyünə. Və örtməyin libas, haqqa batil ilə gizlətməyin. Haqqı və siz bilirsiniz. Bu günləri haqq bizim əlimizdədir və biz həmişə təsad törətmək, yəni çəkindiyimiz kimi yenə də amma çəkinmirik. Allahın ayətlərini biz harda gəldi söylüyoruz. Bizlə bu günləri dünyavi dostlarımızdan bir yerdə oturanda neynirsən elə, özümüzdən asılı deyil, biz artıq orada mövzunun bizdə olduğunu mən görürəm. Şəxsən mən öz üzərimdən danışıram. Hər hansı bir dünyavi dostlarımızla bir yerdə əyləşəndə özümdən bixəbər artıq mən görürəm Allahdan danışılır. Mən görürəm Allahın hükümləri danışılır. Və mən buna şahid oluram və bəzən elə hal-hazırda indi mən çıxışlar edirəm və mən danışıram. O ayələr ki, mənə həmin anda ki deyilir, o insanları təəccübə gətirir. Və bəzən baxırsan ki, o ayələri düşünürsən belə, unudursan. Mən orada görəsən, hansı ayələrdən dedim, mənə sabahları o insanlar gəlir, şükür Allah, deyirsən, ayə açılır, gəlir, öyrədilir, hansı ki, mən bilmirəm, o Allahdan olur. Onun üçün ki, orada kimlər üçünsə Allah eşitdirir, mən artıq bilmirəm. Mən sabah onlar üçün, ola bilər əməllərim mənim pis olsun. Və bu günləri mən Allaha layiqincə şükür etməyim və Allaha tərif deməyim və mən yenə də onlara cəhənnəm əhlindən olsam belə, inşallah ki, ümidim var olmaram, Allaha ki, layiqincə şükür eləsəm, Allah rəhimli və mərhamətlidir. Allah o cənnətlərində inşallah bizləri varis edər. Mən cəhənnəm əhli olsam belə, Allah mən onlara şahid gətirəcək ki, siz eşitdiniz, itaət eləməliydi. Mən eşitdim, itaət elədim. Çağırışa ki, inanın Allah ilə, o çağırışa səs verdim və inandım. Heç belə hasan düşüncələrlə yox, elə bir dəfə eşitdim ki, Allah rəsulları var, yox elə mən başımı saldım aşağı getdim ki, sən Allahın rəsulsan, yox. Mən də sizlər kim elədim, bəlkə də sizlər elədiyiniz mənim elədiklərimin yanında çox yaxşıdır. Mən çox alçaqlıqlar eləmişəm. Onlara qarşı, Allahın ayətlərinə qarşı çox, hansı ki mən eşitmişdim də babalarımızdan ki, hansı ki mən elə balaca uşaq olanda 15, 16, 17 yaşlarında mən 50 yaşında kişilərlə oturtdururdum. Mən heç belə məscidlərdə, nə bilim, qəbristanlıqlarda ki, hansı ki ölülər bastırırlardı, nə qarardı, mən bir məscid minarələrdə əzan verən, nə bilim, nə falan, mən bilmirəm. Yəni ki, o vaxtlardan belə mən onlardan eşitmişdim. Onlardan eşitmişdim ki, və mən özüm şahidəm o şeyə ki, mən Quran ayəsi eşitməmişdim. Mən Quran ayəsi eşitməmişdim. Və Quranın bu qədər asan, Allah Taala istədiyinə nə qədər öyrədirsə, yəni bu mümkün olduğu bir şeyi mən bilmirdim. Quran bizim evimizdə pükülü və şkafın başında olur. Toyda, nə bilim, kiminsə başının üstü altından keçir, qədir gecələri keçiririk, yatırıq başımıza qoyurduq ki, qədirli gecələr keçiririk. Hansı ki, indi baxanda gülünc vəziyyətdədir. O Quran ondan yana deyil. Quran Allahın hökmləridir ki, qiyamət günü ortalığa gətiriləcək. Bizim bu günləri hökmümüz və yolumuz yalnız və yalnız Qurandandır. Allahın böyüklüyünə sonsuz sayda şükürlər olsun. Hamd olsun Allahın böyüklüyünə. Əmr edirsiniz insanlara yaxşılıq ilə və unudursunuz öz nəfsinizi və siz tilavat edirsiniz kitab. Amma əgər əql etmirsinizmi? Allahın böyüklüyünə şükürlər olsun. Baxın, bu ayələrdə Allah Taala inanan kəsləri xəbərdarlıq edir. İnanan kəslərə xəbərdarlıq edir Allah. Bax, tilavat edirəm mən Quran ayələrini. Allahın sözünü insanlar üçün. Və hansı ki şeylər deyilən fəsaddan kənar olun, söyüş söyməyin, sigaret çəkməyin, bunlar pis əməllərdir, yəni bəyənilməyən əməllərdir. Və bunlardan hər hansınısa mən eləyirəmsə, bax Allah gör nə deyir.
Əmr edirsiniz insanlara yaxşılıq ilə və unudursunuz öz nəfsinizi və siz tilavat edirsiniz kitab. Əgər əql etmirsinizmi? Görün, dəhşətli bir şey ki, əql etmirsinizmi? Yəni, özüm deyirəm, öz əhlimə, beyitimə, qovma, qəbəliyə ki, bunu belə eləmək lazımdır. Vay mənim halım olsun ki, mən o şey eləmir. Oxşamışam Risalə hədis yazanlara ki, fitva verirəm, ancaq özüm o şeydən xəbərsizəm. Özüm o şeyi ömür boyu getmərəm, amma yazıb verirəm ki, gedin bunu belə eləyin. Gedin onu elə eləyin. Hətta mən get dediyini tüş qabağıma getdən necə ki, mənim bugün rəsullarım qarşımda gedir. Bizə olunan bütün təzyiqlər ilk növbədə onlar olur. Getdə qabaq, git tüş qabağa, ged arxamda gəlin də. Oturubsan hansısa ölkədə, başqa gəmidə, bu gəmin kapitanlarına, bu gəmin o, içində gedən o sollara göstəriş verirsən. Gedin falan yerdə filan behmadan edeyim. Gəl də, gəl düş qabağa elə də. Nə yaxşı onları cənnətə göndərmək istəyən, gəl özün get də. Amma biz görürük ki, bizim qəbul ediyimiz rəsullar özləri çalışırlar Allah yolunda, haqq çalışmalı. Ömürlük iməzdilər. Biz onların yanında olanda görürük onların əməllərini. Oturub o, siz ölkədən bu ölkəyə göstəriş verir. Get belə elə, ged elə elə. Eləntinə də elə o sən deşikdən çıxmayan kimi başı sonra çıxmamış əzizəylər orada. Və istəyin səbirlə və islahatla, həqiqətən o böyükdür. Ancaq üzərində çəkinənləri. O kəslər ki, zənn edirlər, həqiqətən görüşəcəklər Rəbləri ilə və onun tərəfinə müraciət edəcəklər. Mən inanıramsa ki, mən Allaha tərəf müraciət edəcəm. Və mən inanıram ki, öləndən sonra qaldırılacam, mən qorxmayacam heç kimlə. Və bunun, keçən də belə dedim, nə qədər gözəl bir şey olduğunu yaşayanlar bilir. Dəhşətli bir, gözəl bir şeydir ki, sən qorxmursan, çəkinmirsən heç nədən. Allah silir beynindən. Necə ki, dilimizdən küfrü sildi. Bizə nələr yazılır, nələr yazılmır, nələr görürük. Qız qardaşlarımız çıxışlar edirlər. Altına nələr yazırlar. Biz onlara səbr edirik Allaha xatir. Gəl mənim dinimə, gəl mənim bu getdiyim yolu qəbul elə. Mən sənin o dinə, o yola qəbul eləsəm, o yolu onların hamısının hesabını verməli olacaqsan səndən. Ki, hansı ki o şeylər yazıbsan, mən də çıxış edəndə yazırlar altına. Mən sənin dini qəbul etsəm, onların hesabını sən mənə verməlisən axı. Amma mən Allahdan qorxub sən Allaha həvval edirəm. Və Allah bizə göstərmələri çox gözəl şəkildə edir. Mən yenə sadəcə onlarla deyirəm. Qorxun Allahdan, çəkinin. Özünüzü Allahlıq məqamında görməyin. Çünki bütün şeylər üzərində qadir olan Allahdır, siz deyilsiniz. Ey İsrail oğulları, zikr edin nemətimi. Hansı ki, nemət vermişəm üzərinizə sizin. Həqiqətən mən fəzilətli etdim sizin üzəriniz, sizi üzərində aləmləri. Və qorxun o gündən ki, yoxdur nəfsə cəza nəfsdən bir şeylə və yoxdur qəbul ondan şəfayət və yoxdur götürmək ondan ədl və yoxdur onlara yardım. Allah Teala necə ki şansımız var bu dünyada bizlər üçün söylüyor. Dönün, qaydın, dönün, Allaha tərəf müraciət edəcəksiniz. Hansız ki inanmadı, qiyamət günü qəbul olunmayacaq heç kimdən yalvarır. Qəbul olunmayacaq heç kimdən fidyə. Verələr övladlarını, nəsillərini, əşirətlərini, hansı ki bugün onlar ki onun tabiçiliyindədir o insanı, hamısını dolduracaq, cəhənnəmə dolmağına razı olacaq ki, özü o əzabdan qutarsın. Onda nicat verdik sizə Firavun ailəsində. Sizə verirdilər pis əzabı, zəbbuhiliyirdilər, yəni kəsirdilər oğullarınızı və diri saxlayırdılar qadınlarınızı və o da sizin üçün bəladır, sınaqdır əzim olan Rəbbinizdən. Onda fərqləndirdik sizinlə firqələndirdik sizinlə dəryanı və nicat verdik sizə və dərq etdik Firavun ailəsini və siz nəzər salırdınız. Allahın böyrünə şükürlər olsun. Bu günləri Allah bizlərə, hansı ki Quran ayəsində ki Allah deyir, mən və rəsullarım qalibdir. Allahda yalan yoxdur. Ki Allah Firavun ailəsindən
Musa əleyhissalamın rivayətini danışır. Buradakı hansı ki olmuş, keçmiş bir hadisəni Allah bizim üçün nəql edir. Onlar üzərində ibrətlər var. Mənim qarşımdan Allah fironlar qaldırmadı. Atmadı mənim üçün yollar. Hansı ki mən inandım dedim, məndən minlərlə insan üz döndərdi. Hansı ki şükür Allahın böyüklüyünə. Amma qaldırdı Allah qarşımdan o maniyələri. Və bu günləri yenə biz bir yerdəyik. Amma hansı ki o vaxtlar küfürlər etdilər, özləri öz küfürlərinə şahid idilər ki, şahid oldular bu günləri ki, elə Allah və Rəsulları qalibdir. Və ondan vəd verdik Musaya 40 gecəyə. Sonra götürdünüz buzovu, ondan sonra və siz zalimlərsiniz. O cürlə Allahın danışdığı ki, dəniyanı ki, fərqləndirdi, böldü, o danışıqdan sonra o şeylərə şahid olan, inanan bir qövm yenə bir şey düzəltdi, büt istahiş elə. Gör nə qədər insan, gör nə qədər nankör. Allah Rəsul qaldırıb öz aralarından və bu gün də bizə necə mən Allah ilə kafir olum, necə mən inanmayım Allah ilə və onun rəsulları ilə ki, bu gün onlar bizim aramızdadır. Və Allahın pak səhifəsindən, pak kəlmələr üzərimizə tilavat edirlər. Nə pis şey var ki, bizi hər şeydən, bütün pisliklərdən çəkindirirlər Allahın izni ilə. Yəni, bugün mən indiki dəqiqə üçün çıxış edirəm və yanımda qəbul etdiyim rəsul yoxdur. Öyrədildi bizim üçün və biz bilirik ki, 3-cü surənin 164-cü ayəsindəki rəsul məndəndir. 3-cü surəm bu günləri mənə, bizə öyrədən Allahdır biz deyəndə, hansı ki danışılır ki, nətə deyirsiniz öyrədən Allahdır, sonra deyirsən ki, Rəsul mənim üçün nümunədir. Şükür Allah'ın böyle, Rəsul mənim üçün nümunədir. Amma indiki dəqiqə üçün hal-hazırda öyrədilirəm Allah tərəfindən. 3-cü surənin 164-cü ayəsində Allah göstərir. Tilavət edeyim inşallah Allah'ın izni ilə ki, yanımızda olan Rəsul 3-cü surə 164-cü ayə. Bismillah Allah'ım. Əlbəttə, minnət qoydu Allah inananların üzərinə. Onda qaldırdı onların özlərindən, içlərindən onlara rəsul. Mənim içimdəki, daxilimdəki rəsulu mən qətl etmişdim dədə-babalarımın adəti ilə. Allah deyir, niyə qətl edirsiniz nəbiləri qeyri-haq? Şükür Allah'ın böyünə. Mən dədə-baba adətinlə yol tutub, gedə-gedə hədislərlə, risalələrlə, səhabələrin yazdıqları ilə yol tutub, gedə-gedə mən içimdəki rəsulu qətl eləmişdim. Və bugün o rəsul mənim inandım deməyim üçün Allah öz içərimizdə yerləşdirdiyi o rəsul, o səs yaxşılığa məni dəvət edir. Qəzəb gəlir içimə bəzən. Qəzəblənirəm. Amma o rəsul mənə haqqa çalır. Mən qəzəbləndiyim işdə, gücdə, şəhərdə, barzıda olduğum vaxtda mənim rəsulum mənim yanımda olmur ki, mənə desin ki, bax sənə demişik, fəsad eləmə, ha. Mən o anda ki, mənə qəzəb gələndə içimdəki səs qalxır. Fəsad etməməlisən ərzdə. Allaha tərəf müraciət edəcəksən. Mən o səsi eşitməyə çalışırıq artıq biz onu. Allahın böyüklüyünə şükürlər olsun. Onda qaldırdı onların özlərindən onlara rəsul. Tilavat edir üzərinə onların ayətlərini və onları paçlayır və öyrədir onları kitabı və hikməti və əgər oldunuz qabaqdadan aşkar zəlalətdə. Aşkar zəlalətdəydi. Bunu istəyirsən inananlar bu yola, Allah'ın nazil etdiyi Qurana tabi olanlar arxalarına baxanda görürlər ki, zəlalətdədir. Şükürlər olsun Allah'ın deyil. Sonra əhv etdik sizdən. Bundan sonra ola ki, şükür edəsiniz. Hansı bir küfrə gedirik, səhv edirik. Allah qarşısında əgər səmimi qəlbdən bir daha o səhvə getməmək şərtini, Allah bizim daxilimizdə olanları bilir, qəlbimizdəkini bilir. Əgər biz də ora qayıtmayacaqsa biz, Rəbbimiz bizi əhv edəcək. Sonra əhv etdik sizdə bundan sonra ola ki, şükür edəsiniz. Nə verim? Mən elədiyim küfürlərə, bəlalara görə
o hansı ki o alçaqlıqlara görə Rəbbim mənə o anda, o məqamda yaxalayıb aparmayıbsa əgər, ölüm, vəfat bəxş eləməyibsə mənə verdiyi rəhmətdir. Şükürlər olsun Allahın böyüklüyünə ki, məni əfv etsin. Ola ki, şükür eləyəm. Və onda əta etdik Musaya kitab və Furqan. Ola ki, hidayət olunmasınız. Allah Teala Musa aleyhissalam o vaxt öz dövründə verdi kitab və Furqan. Ola ki, hidayət olunsun qövmləri. Bugün də Allah Teala verdi bizə Qur'an və Furqan. Fərqləndirmə ki, biz hidayət olunaq. Onda ki, Musa o qövmü üçün dedi, ey qövmü, həqiqətən siz zülm etdiniz öz nəfsinizə, götürməklə buz olun. Tövbə edin tərəfinə sizi yaradanın və qətl edin nəfsinizi. Və sizin üçün xeyirlidir sizi yaradanın yanında. Və o tövbə etdi üzərinizə. Həqiqətən o təvvabdır, rəhimdir. Rəbbimiz yenə Musa aleyhissalamın dili ilə öyrədir ki, bizlərə hər hansı bir səhvdə səvab Allah deyir, qayıdın, tövbə edin yaradanınızın tərəfinə. Allahın tərəfinə tövbə edin, qayıdış edin ki, Allah sizləri əfv etsin. O bağışlayandır, rəhimlidir. Onda dediniz, ay Musa, inanmırıq sənə. Necə ki, bugün qalxan rəsullara deyirlər. Ey filan kəs, biz sənə inanmırıq. İnanmırıq. Ta görək Allahı açıqdır və götürdü sizi ildırım və siz nəzər salırdınız. Allahın böyüklüyünə şükürlər olsun. Burada bir qısa başqa bir ayəyə gedim, hansı ki Allahı görmək istədilər də, küfrün böyüklüyünə. Allah da elə ayədə müraciət edir ki, götürdü onları ildırım. İndi burada danışıqların birində inşallah burada Surənin 81-ci ayəsində ki Allahın burada bizlər üçün öyrətdiyi vardır ki, onda götürdü Allah nəbilərdən and. Bu ayəni başa kimi oxun. Burada niyə bu ayəyə gəldiyim üçün inşallah orada Allahı görmək istədilər. Musa aleyhissalama inananlar dedi, göstər bizə Allaha aşkar inanan. Götürdü onları ildırım. Baxın. Onda götürdü Allah nəbilərdən and, nə ki əta edirəm sizə kitab və hikmətdən. Sonra gələcək sizə, sizin üçün rəsul. Təsdiq edən nə ki sizinlədir. Gərək inanasınız onun ilə və yardım edəsiniz. Dedi, iqrar edirsinizmi və götürürsünüzmü mənim bu ağır yükümü dedilər. İqrar edirik. Onda şahid olun. Mən də sizinlə şahidlərdənəm. Bizim bir danışıqlarımızın birində bu ayəyə getməyimə bir səbəb oldu ki, orada həmd olsun Allaha, yəni Allahı görmək istədilər, aşkar. Allah onları götürdü özü istədiyi şəkildə. Burada deyilir ki, biz nəbilərdən, yəni biz xəbər verənlərdən Allah əhd alır, gələcək sizə rəsul. Ona yardım edəcəksinizmi? Biz dedik, hə. Və biz bugün Allah rəsullarını yardım edənləriz. Və Allahdan əhd götürdük və yardım etdik. Çünki mən dedim, axı inandım. Rəsul gəldi Allah tərəfindən. Qalxdı və göndərildi ki, mən rəsulam və mən inanan oldum. İnanan oldum. Nəbiyyə çevrildim xəbər verənə və yardım etmək üçün Allahdan əhd aldım. Bizimlə diskusiya gələn bir savadlı bir türk idi, bilmirəm kim idi. Gəldi dedi ki, yox, mən Allahdan əhd aldığıma şahid deyiləm axı. Dəhşətə bax. Gör, necə fərqli? Fərqli göstər. O Musa aleyhissalam vaxtındakı yardım eləmək istəyənlər dedi, göstər bizə Allahı, inanaq sənə. Bu da deyir, Allah mənlə, yəni ki, əstəğfurullah, onun dediyini deyirəm mən. Yəni Allah dedi ki, mənlə danışmasa, yəni mən əhd almasam Allahdan sənə yardım edədim mən. Allah gəlib hər kəslə danışmalıdır ki, bax, mənim rəsulumdur, get yardım edə. Mən əhd aldım, inandım. Allah deyir, o kəslər ki, inandılar və əməlləri salih etdirlər. Və biz inandıq, əməllərimizin salih olmağımıza Allah verir öz ixtiyarımıza. Düz olmasaq cəzalandıracaq. Bizi İsa aleyhissalamın dili ilə öyrətdiyi süfrə məsələ kimi. Verəcək inanan, inandım deyib əməllərini düzəltməyənlərə o bəlanı ki, aləmlərdə heç kimə vermir.
Şükür Allah'a buyurun. Və onda rədd verdik Musaya 47 sonra götürdünüz biz ovu ondan sonra ki siz alimlərsiniz. Sonra əfv etdik sizdə bundan sonra ola ki şükür edəsiniz. Və onda əta etdik Musaya və Furqan və ola ki hidayət olmasınız. Onda dedi Musa öz qövmü üçün ey qövmün həqiqətən siz zilm etdiniz öz nəfsinizə götürməklə biz ovu tövbə edin tərəfinə sizi yaradanında qətl edin nəfsinizi. Bu sizin üçün xeyirlidir və sizi yaradanın yanında və tövbə etdi üzərinə. Həqiqətən o təvvab və rəhimdir. Onda dediniz ay Musa inanmırıq sənə ta görək Allahı açıqca və götürdü sizi ildırın və siz nəzər salırdınız. Sonra qaldırdıq sizi ölümünüzdən sonra ola ki şükr edəsiniz. Rəbbim bu gün məni ölümümüzdən sonra ölmüş idik biz. Yox idi, artıq od kənarındaydı. Biz ölmüşdük, Rəbbimiz bizi qaldırdı o ölümümüzdən sonra. Hansı ki o 2 il bundan qabaqçı zahirdən əsər əlamət yoxdur. Bunu bilənlər, görənlər, yəni yanımda olanlar artıq şahiddirlər. Yəni bir yerə bir məclisə getməyə mən yeni deyirəm, mən 15-16 yaşlarımdan 50 yaşında, 45 yaşında, 40 yaşında kişilərlə nə bilim çayxanalarda, nə bilim nədə, orada mən bilirəm də onlar da öz aləmlərində artıq insanlardır ki, onlarla mənim heç cürlə düzgün gələ bilməz. Mərhələ-mərhələ insan tərbiyə almalıdır. Necə ki Allah pillə-pillə öyrədir. Mən gedib yapışmışdım orada məsciddə böyle mollalardan, kitablardan da başıma gözümə döyməkdən də özüm başımı gözüm çabıq-çabıq, yarıq-yarıq gözümü pis günə qoymuşdum orada. Və zill etdik üzərinizdə buludu və nazil etdik üzərinizə manna və səlva. Yeyin təyyibin və rizqləndirmişik sizi. Zülm etmədilər bizə vallakin oldular nəfslərinə zülm edənlər. Onda dedik biz, daxil olun bu kəndə və yeyin oradan feyziniz istəyən vida və daxil olun qapıya səcdə ilə və deyin, hiddətlənmə. Bağışlayaq sizi, sizin üçün xətalarınızı və artıraq yaxşılara. Dəyişdirdilər o kəslər ki, zalimdirlər sözü qeyri. O ki, deyilmişdir onlar üçün. Və nazil etdik üzərinə o kəslərin ki, zalimdirlər səmadan cəza. Nə ilə ki, oldular fasirlər. Onda ki, su istədi Musa qövmü üçün və dedik biz, zərb edə sanlı daşa və cari oldur ondan 12 bulaq. Bildi küllü insanlar içmələrini, yeyin və için rizqlə Allahın və səy etməyin ərzdə fəsadlara. Allah bir daha göstərir, bir daha deyir. Yendirdi Allah, Rəbbimiz bugün ərzdə bizlər üçün nazil etmədiyi, ərzdə yaratmadığı bir şey yoxdur. Bizim üçün kəsir heç nə yoxdur. Ki Allah o şeyi kəsir edir. Yox. Allah hər şeyi yaradıb və bizim əmrimizə verir. Rəbbimiz həmişə bizlərə bəxş etdiyi ruziləri xatırladır ki, bəlkə şükür edirik. Yeyin və için Allah'ın və səy etməyin ərzdə fəsadları. Bu günləri biz özümüz fəsada səy etmirik. Bizi döyən, vuran, söyən insanlar üçün bəzən qədəf gəlir şeytan. Biz elə dərdəmtələ hidayət olunmuş olsaydı, Rəbbim deyəcək, narırsınız, hidayət olunsunuz, diləyin Allah'tan ölümdə. Şükür Allah, mən bugün səhv Allah'ın şükür qədəf gəlir şeytanın ələk hökümləri olur üzərimizdə ki, biz tabi oluruq şeytanın hökümlərinə, qəzəbləririk kiməsə qarşı. Amma birdən ki, Allaha pənah apara bilirik, anında ki, Allaha xatırlayıb, Allaha dönüş eləyə bilirik. Diləyirik o insanın üzərinə salamatçılığı ki, Rəbbim bağışla o kəsləri ki, cahillikdən edirlər. Bizə Allah bu qədər səbr etməyə öyrəndir. Yenə deyirəm, bu şeylərdən çox az hansı ki, yaşanır ki, biz deyirik, mən bilmirəm, mən çalışıram ki, öz əməllərimi düzəldim mən. Necə ki, biz rəsullardan nümunə götürürük ki, və bizə deyilənləri özləri yaşayırlar, mən də bugün çalışıram ki, qəzəb gəlir mənə. Bəzən olur, qəzəb gəlir, amma anında Allaha qayıtmağı
Bacardımsa xoşbəxt mənim halıma ki, Allaha tərəf qayıda bildim. Yox, qayıtmayıb şeytana tabi oldumsa, Allahın ayəsi pozuldu. Ərzdə səy etməyin təsadlara. Və onda dediniz ay Musa, səbr etməlik üzərində vahid tamı, dua et bizim üçün Rəbbinə. Xaric etsin bizim üçün nədən ki, bitirir ərz tələbəzlərində. Xiyar və sarımsaq və mərcimək və soğan. Dedi, istəyirsiniz dəyişmək onu ki, o əklikdir onunla ki, o xeyirlidir. Düşün Misir'də və həqiqətən sizin üçün nə ki, sual edirsiniz var və zərbə vuruldu üzərində onların zillət və miskinlik və bais oldular qəzəbi ilə Allahdan. Bu, onlara ayətləri ilə Allahın kafir olduqlarına və nəbiləri qeyri-haqq qətl etdiklərinə görə idi. Bu, nə ilə ki, asi idilər və oldular həddi aşanlar. Allahın böyrünə şükürlər olsun. Həqiqətən o kəslər ki, iman gətirdilər və o kəslər ki, hidayət olundular və yardım olundular və sabitdirlər. Kim inandı Allah ilə və günü ilə axırın və əməli salih etdi. Onlar üçün əzirləri var Rəbləri yanından və yoxdur xof üzərində onların və onlar hüzünlü olmayacaqlar. Allahın böyrünə şükürlər olsun və bu günləri də Allah yenə də Quran ayələrində hansı ki Allah buyurur ki, kim Allah ilə və günü ilə axırın inandı və əməllərini islah etdi. Bu gün hansı əməllərin islahatından danışa bilər ki, o kəslər ki, Allahın nazil etdiyi Qur'andan xəbərsizdirlər. Əgər Allahdan danışılacaqsa, Allahın böyrünə şükürlər olsun. Mütləq sürü ilə kitablar gəlməlidir. Allahın böyrünə şükürlər olsun. Belə vaxta da baxaram ki, həmd olsun Allaha. Çatmır, şükür Allahın böyrünə. Yəni danışmaq istəyərdim, amma qardaşların da vaxtına girmək istəmənəm. Həmd olsun Allaha. Çünki Rəsul var, verdiyi söz var və eşit, itaət elə var. Girməyin qardaşların vaxtına. Çünki hər kəsin qəlbi doludur və hər kəs yaşamaq istəyir bu sevinci. Yaşamaq istəyir bunu. Allaha yad etmək istəyir. Allahın böyrüyünə sonsuz sayda şükürlər olsun. Uca, əzamətli, mərhamətli Allah doğru buyurmuşdur. Və Rəbbimizdən yenə də bir daha qardaşlarım, qız qardaşlarımız üçün və bizi dinləyənlər üçün əgər varsa da, sabahdan dinləyəcəklər də, onlar üçün Allahdan acizanə şəkildə yalvarılır. Və istəyirəm bütün qardaşlarım üçün və özümüz üçün, əhlim üçün, atam üçün, anam üçün, nə bilim, hansı ki hər gün eşidirlər bizləri, amma düzgün qayıdış eləyə bilmirlər. Şeytan onlara hələ də vəsvəsə edə bilir. Mən onlara sadəcə olaraq Allahdan acizanə şəkildə yalvarıram ki, Rəbbim hidayət et bizi yolun düzünə. Necə ki, ibadətlərimizdə, islahatlarımızda bunu Allahdan dönə istəyirik. İnşallah Allah bizi hidayət edər yolun düzünə. O kəslərin yoluna ki, neymət verir üzərinə onların. Allahdan diləyimiz və bu çıxışlarımızın məqsədi odur ki, eşidənlər qayıtsınlar Allaha tərəf. Özlər hər kəs öz əməli üçün sorulsa. Necə ki, bu çiyinlərimizdəki yazan, açıq olan o dəftər ki var, əməllərimiz oraya yazılır, o diska zapis gedir. Öləndən sonra mənim arxamda nəyim var idisə ehsan eləyərlər, o dəftərə də zapis getmir, qutarıb. O əməl dəftəri bağlanır. Necə ki, sağıq, salamatıq, həyatdayıq, Allah ki, şans verir. Gəlin o yazıya, gözəl şeylər yazdırmaqda bir-birimizi ötəyik. Və bizdə gözəl qəbul olmuş bir şey var ki, bir insanların səhəfi həmin o insanlar üzərinə deyilir və Allaha tərəf çağırılır. Heç kim özü ilə qorxutmur. Ayə ilə qorxudulur və Allaha tərəf çağırılır. Həmd olsun Allahın böyrünə və istəyək Allahdan nəyi ki dilədim və Quran ayələrindən çıxardığımız qardaşlarımızın tətbiq etdiyi ayələrdən seçilmiş duaları Rəbbimizdən acizanə şəkildə yalvaraq, bağışlanmasını istəyək ki, bəlkə Rəbbim əfv etsin. Bismillah Allahın, Rəhmanın, Rəhimin. Rəbbimiz cəzalandırma bizi əgər unudarıqsa yaxud xəta edəriksə. Rəbbimiz yükləmə üzərimizə ağırlığı. Nə qədər yüklədin üzərinə o kəslərin ki bizdən qabaq var idilər.
Rəbbimiz yükləmə bizi, nə ki taqətimiz yoxdur ona, əfv et bizdən və bağışla bizim üçün və rəhm et bizə. Sən bizim Mövlamızsan və yardım et bizə üzərində kafir qövmün. Rəbbimiz, dərdlərimizin əyilməyinə imkan vermə, ondan sonraki hidayət edibsən bizi və bəxş et bizim üçün öz yanından rəhmət. Həqiqətən sən Vəhhabsan Rəbbimiz, həqiqətən biz inandıq və bağışla bizim üçün günahlarımızı və bizi od əzabından qoru. Allahım mənim malikisən mülklərim, verirsən mülk kimə istəsən və alırsan mülk kimdən istəsən və izzətlidir kim istəsə və zillətlidir kim istəsə. Sənin əlindədir xeyir, həqiqətən sən üzərində küllü şeyin qadirsən. Cövlan edirsən gündüzü gecədə və cövlan edirsən gecəni gündüzdə və xaric edirsən dirini meyitdən və xaric edirsən meyti diridən və ruzu verirsən kimə istəsən qeyri hesab. Rəbbimiz, bağışla bizim üçün günahlarımızı və işimizdə israfkarlığımızı və sabit et qədəmlərimizi və kafir qövmə qarşı bizə yardım et. Rəbbimiz, sənin rəhmətin və elmin küllü şeyi əhatə edir və bağışla o kəslər ki, qayıdıblar və tabe edirlər sənin yoluna və qoru onları cəhənnəm əzabından. Rəbbimiz, və daxil et onları əzin cənnətlərinə, hansı ki, vədə vermişdir onlara və o kəslərə ki, salih idi atalarından və zövclərindən və zürriyyətlərindən. Həqiqətən sən, əzizsən və kimsən və qoru onları pislikdən və kimi pislikdən qorusan, o gün ona rəhm etmiş olarsan və budur əzəmətli olur. Rəbbimiz, bəxş et bizim üçün zövclərimizdən və zürriyyətlərimizdən gözümüzün işığı olanı və bizi et bizi müttəqilər üçün imamlar. Rəbbimiz, et bizi sənə təslim olan və zürriyyətimizdən sənə təslim olan ümmət və görək biz əşkişliyimizi və tövbə et üzərimizə bizim. Həqiqətən sən təvvabsan, rəhimsən. Rəbbimiz, artır üzərimizə səbir və sabit et qədəmlərimizi və yardım et bizə üzərində kafir qövmün. Rəbbimiz, həqiqətən sən bilirsən, nə ki məxvi edək və nə ki elan edək. Və bir şey məxvi qalmaz Allaha səmada və ərzdə. Rəbbimiz, həqiqətən biz eşitdik dəvət edənin imana çağırışını iman gətirin Rəbbinizə və biz iman gətirdik. Rəbbimiz, bağışla günahlarımızı bizim üçün və təmizlə bizi pisliklərdən və vəfat bağışla bizə doğru olanlarla birlikdə. Rəbbimiz, əta et bizə, nə ki vəd vermişdin öz rəsulların vasitəsilə bizə. Rüsvay etmə bizi qiyamət günündə, həqiqətən sən vədinə xilaf çıxmazsan. Rəbbimiz, et bizi və zürriyyətimizi islahat üçün ayağa qalxan. Rəbbimiz, istəyimizi qəbul et. Rəbbimiz, həqiqətən sən nazil edəcəyin xeyrə möhtacıq. Rəbbimiz, bəxş et bizə hikmət və bizi salihlərlə birləşdir. Və et bizi axırdakılar arasında doğru dil və et bizi nəyin cənnətlərinin varislərindən və rüsvay etmə bizi qalxma günündə. O gün yoxdur mənfəəti, mal, dövlətin və oğulların, ancaq kim ki gələrsə Allaha tərəf salim qəlblə. Rəbbimiz, öyrət bizə şükr edək sənin nemətinə. Hansı ki, nemət verdin bizə və bizim valideynlərimizə və ondan ötürü ki, əməllərimizi islah edək, hansı ki, sən ondan razı olasan və daxil et bizi öz cənnətinə, salih bəndələrin içərisindən olan halda. Rəbbimiz, sənə təvəkkül edirik və sənə tərəf döndük və sənə tərəfdir qayıdış. Həmd sənə şükür, tərif, saya salınma, uca tutulma, müqəddəs adlar, uca olan, pak olan Rəbbimiz sənin üçündür. Rəbbisən aləmlərin, Allah, daxilimə saldığım bu sevinç, bu istək, bu mərhamət, bu rəhim üçün Rəbbimiz sənə sonsuz sayda təşəkkür edirik və daxilimdə olan o sevinç hisslərini Rəbbim sən şahidsən ki, nə qədər mənə bəxş etmisən gözəllik. Rəbbimiz, bu yolda bizləri sabit qədəm olmaqda sənə pənah aparırıq ilahi Rəbbin aləmin. Acizanə şəkildə sənin qarşında yalvarırıq ilahi Rəbbin aləmin. Kim ki qayıdıb sənin yoluna tabi edirlər, qəbul et onlardan islahatlarını və hansı ki o gün çarə olmayacaq mal, dövlət, uşaq, övlad. Diləyirəm Allahdan üzərinizə salamatçılığı təslimlə. Selamun aleykum və rəhmətullah və bərəkatuhu.